Salam, hörmətli müdavimlər, mən müəllim Əzizli Hüsniyəm. Bugün sizlərlə birlikdə xüsusi izaha ehtiyac duyulacaq məqamlara toxunacaq. Bu məqamlar hansı bölmələri əhatə edir? Cümlə üzvləri anlayışını əhatə edəcək, hansı ki, bu məqamlar sizi həqiqətən də çaşdıra bilər. İlkin olaraq cümlə üzvlərinin hansı mövqedə, hansı vəziyyətdə təhlil edilməsi bu məsələlərə toxunacaq və istisnalar ki var, onlar barədə danışacaq. İlkin olaraq biz burada təyin haqqında danışacağıq ki, təyin nə zaman cümlə üzvləri sırasında ayrılıqda təhlil olunmamalıdır. Bunun üçün iki şərti bilmək lazımdır ki, fe'li birləşmənin önündə işləndikdə təyinlər heç zaman cümlə üzvü olaraq orada iştirak etməyəcək. Məsələn, böyük bacım danışanda hamı onu dinləyirdi. Baxaq bura. Böyük bacım danışanda biz burada fe'li birləşmə müşahidə edirik və görürük ki, anda şəkilçisi ilə burada fe'li bağlama tərkibi iştirak edib. Fe'li birləşmənin önündə heç zaman təyin olmur, bu yadda qalsın. Demək, böyük sözü burada təyinə bənzəyən, lakin təyin mövqeyində çıxış etməyən sözdür. Bunun səbəbi isə özündən sonraki sözlərin fe'li birləşmə olaraq çıxış etməsidir. Böyük bacım danışanda hamı onu dinləyirdi. Dinləyirdi nə edirdi? Xəbər, kimi onu, tamamlıq, hamı mübtəda, nə zaman? Böyük bacım danışanda. Bu isə bütövlükdə bir cümlə üzvü çıxış edəcək. Cümlədən çıxarıla bilmədikdə isə bu bizim rastlaşdığımız ikinci məqamdır ki, bu da həqiqətən də önəmli bir məsələdir. Əgər siz cümlədən təyini çıxara bilmirsinizsə, demək orada təyin həqiqətən də yoxdur. Məsələn, deyirik ki, hər yerdə səndən danışılır. Hər yerdə. Məsələn, biz burada təyinə bənzəyən sözü buradan çıxarsaq, yerdə səndən danışılır. Baxın, məna pozuldu. Demək, burada hər yerdə səndən danışılır. Burada da təyinə rast gəlmirik. İsmi xəbərlərdə bəzi məsələlər var ki, bu barədə danışaq. Demək, ismi xəbərlər predikativ sözlərlə ifadə oluna bilən və yaxud adlarla ifadə oluna bilən xəbərlərdir. Predikativ sözlərlə sifətləri bir-birindən ayırmaq mütləq şəkildə bizə lazımdır. Nəyə görə? Var, yox, gərək, lazım, mümkün sözləri predikativ sözlərdir. Lakin həmin sözlərə bənzər olaraq cümlədə çıxış edən sözlər ki var, onlar sifətlər hesab olunmalıdır. Gəlin nümunələr şəklində bunu təyin edək. O mənə gərəkdir. Baxın, gərək sözü predikativ sözdür. O mənə gərəklidir. Artıq burada siz gərək sözündən gərəkli sifətinin yarandığını müşahidə edirsiniz. O mənə gərəklidir. Baxın, bu necədir? Sualına cavab verir. Demək, suala cavab verərəkdən xəbər olduğuna görə bu predikativ söz hesab olunmamalıdır. Biz birinci cümləmizdə xəbərin predikativ sözlə ifadə olunduğunu bildirsək də, ikinci cümlədəki xəbərimizin isə sifətlə ifadə olunduğunu bildirməliyik. Daha sonra bu məlumat ona lazımdır. Baxın, lazımdır. Bu da predikativ sözdür. Eyni zamanda suala cavab vermədən cümlə üzvü kimi çıxış edir. Bu məlumat lazımlıdır. Baxın, necədir? Lazımlıdır. Demək, lazımdır sözü predikativ sözdür. Bu predikativ söz olaraq çıxış edir. Lazımlıdır, necədir? Artıq suala cavab verərəkdən ismi xəbər olduğuna görə biz bunun sifət olduğunu burada müşahidə edəcəyik. Daha sonra demək, ismi xəbərlərdə və fe'li xəbərlərdə belə bir məsələ də var ki, fe'li xəbərlərin yalnız fe'llərlə ifadə olunduğu haqqında belə bir anlayış var. Lakin o anlayış yanlışdır. Biz nəyi demək, göz önündə saxlamalıyıq ki, fe'li xəbərlər də sual əvəzliklərlə ifadə oluna bilər. Bu səbəbə də sual bildirən sual əvəzlikləri var ki, hərəkətin sualını qazandıqda həmin sözlər fe'li xəbər kimi çıxış edirlər. Məsələn, deyirəm ki, şagirdin dərsdə nə etdi? Baxın, nə etdi? Suala cavab vermədən fe'li xəbər rolunda çıxış edir. Və bunun bizim burada fe'li xəbərimizin ifadə vasitəsi nədir? Sual əvəzliyidir. Demək, fe'li xəbərlər ancaq fe'llərlə, frazeoloji birləşmələrlə ifadə olunmur. Nə etmək, nə olmaq, bu tip birləşmələr ki, sual əvəzlikləridir, fe'lin suallarıdır. Onlar da fe'li xəbər mövqeyində çıxış edə bilirlər. Daha sonraki məqam isə bizim mübtədalarımızın nə ilə ifadə olunması məsələsidir. Demək, mübtədalar fe'li birləşmələrlə də ifadə oluna bilər, fe'llərlə də ifadə oluna bilər. Lakin bir sözün fe'li birləşmə və yaxud sadəcə fe'l olduğu və yaxud məsdər, fe'li sifət, fe'li bağlama olduğunu necə təyin edə bilərik? Bir sözü biz fe'li birləşmə adlandırmaq üçün onun özü ilə bərabər daha bir məna daşıyan sözə bağlı olması lazımdır. Gəlin nümunələrə baxaq.
Ürəyə getmək onun adəti idi. Ürəyə getmək bu frazeoloji birləşmədir və ümumilikdə bir söz ifadə edir. Yəni biz bu sözü sadəcə bir söz olaraq düşünürük ki, bizim burada mübtədamız feillə, yəni məstərlə ifadə olunub. Baxın, bu hal çox lazımlıdır. Siz əgər bu sözün önünə bir söz və yaxud birləşmə əlavə etsəz, o zaman siz orada feili birləşmə yaratmış olacaqsınız. Məsələn, istidə ürəyə getmək onun adəti idi. Nə idi? Onun adəti idi. Nə? İstidə ürəyə getmək. Biz burada maqmək hissəciyini görürük, şəkilçisini görürük və biz bunun məstər olduğunu onsuz da bilirik. Sadəcə biz bu sözü artıq mübtədanın belə deyək, ifadə vasitəsi olaraq məstər tərkibini seçəcək. Nə səbəbə? Ürəyə getmək artıq burada bir söz və özündən qabaq da ona bağlanmış olan bir söz olduğunu biz burada müşahidə edirik və biz bu səbəbə də mübtədamızın burada məstərlə yox, məstər tərkibi ilə ifadə olunduğunu qeyd edəcəyik. Daha sonra danışmaq gümüşdür, susmaq qızıl. Danışmaq bizim mübtədamızdır, susmaq yenə bizim mübtədamızdır və bizdən əgər soruşsalar ki, mübtədamız nə ilə ifadə olunubdur, deyəcək ki, məstərlə ifadə olunub. Lakin çox danışmaq gərəksizdir. Burada biz məstəri də görmüş oluruq və məstərdən öncə ona bağlı bir sözün olduğunu görürüksə, artıq biz bunu məstər yox, məstər tərkibi adlandırırıq. Və bizim ikinci cümlədə isə mübtədamız məstərlə yox, məstər tərkibi ilə ifadə olunub. Əsasən bu məsələ frazeoloji birləşmələrdə daha çox çaşdırıcı olur. Çünki frazeoloji birləşmələr demək feili birləşmə yox, mürəkkəb feillər hesab olunur və mürəkkəb feillər ümumilikdə bir söz bildirdiyinə görə həmin o frazeoloji birləşmələr orada bir söz olaraq çıxış edir. Həmin frazeoloji birləşmənin önünə isə daha bir söz əlavə etsəz, onu feili birləşdirmə adlandıra bilərsiniz. Daha sonra bizi ən çox çaşdıran məqamlardan biri də tamamlıqların feili xəbərlə və yaxud da ismi xəbərlə əlaqələnməsi məsələsidir. Tamamlıqların yalnız feili xəbərlə əlaqələndiyini desək, yanılmış olarıq. Baxın, tamamlıqlar həm feili xəbərlə, həm də ismi xəbərlə əlaqələnə bilir. Məsələn, deyirəm ki, kitabı ona verdim. Nə etdim? Verdim. Nəyi? Kitabı, kimə? Ona. Mənim tamamlıqlarım hər ikisi feili xəbərlə əlaqələnib və burada idarə əlaqəsində olduğunu görürük. Demək, tamamlıqlar burada feili xəbərlə əlaqələnib. Demək, xəbərin feillə ifadə olunduğuna görə burada feili xəbərdir. Daha sonra və əsasən də zaman şəkilsi qəbul edən, yəni təsriflənən feillə ifadə olunduğuna görə bizim xəbərimiz feili xəbərdir. Lakin tamamlıqlar eyni zamanda ismi xəbərlə də əlaqələnə bilir. Nümunə göstərək, deyək ki, bunu ona borcluyam. Baxın, necəyəm? Borcluyam, kimə? Ona, nəyi? Bunu. Mənim burada xəbərlərim, daha doğrusu tamamlıqlarım hər ikisi ismi xəbərlə əlaqələnib. Yəni bu şəkildə, bu halda mövcud ola bilir. Borcluyam sözü bu sifətdir və ismi xəbər sifətlə ifadə olunub və tamamlıqlar burada ismi xəbərlə əlaqələnib. Tamamlıq yoxsa zərflik? Gəlin bu haqda danışaq. Bizi ən çox çaşdıra biləcək məsələlərdən biri də budur ki, bizə təqdim olunan cümlədə bəzi sözləri tamamlıqmı və yaxud zərflikmi götürək, təhlil edək o formada. Demək, bunun üçün tamamlığın və zərfliyin bizə ötürdüyü mənaları və məna çalarlarını bilmək lazımdır. Tamamlıqlar obyekt bildirir, mütləq şəkildə tamamlıq obyekt bildirir. Zərfliklərdə isə məkan anlayışı və yer anlayışı özünü daha qüvvətli şəkildə göstərir. Yəni, əgər tamamlıqla zərfliyin müqayisəsi haqqında danışsaq, siz bunu bu şəkildə ayırt edə bilərsiniz. Ən çox da haranı sualına cavab verən sözlərin tamamlıq və yaxud zərflik götürülməsi barədə mübahisələr ola bilər. Haranı deyə bir sual yalnız tamamlıqda mövcuddur. Biz o sualı zərfliyin sualları içərisində görmədiyimiz üçün, demək, həmin cümlə özünü mütləq şəkildə məkan bildirsə belə tamamlıq olaraq təyin edəcək. Məsələn, deyək ki, Azərbaycanı seyr etdik. Seyr etdik, nə etdik? Bizim feili xəbərimizdir. Haranı? Azərbaycanı. Baxın, biz bunu burada tamamlıq olaraq təhlil etməliyik mütləq şəkildə. Daha sonra yönlük halda, yerlik və çıxışlıq halda olan sözlərin tamamlıq və yaxud zərflik olaraq götürülməsi məsələsi var. Əgər, baxın, obyekt məzmunu daşıyırsa həmin söz, biz onu tamamlıq olaraq təyin edirik. Əgər həmin söz orada yer və məkan anlayışı bildiribsə, demək, həmin sözü biz zərflik olaraq təyin edəcəyik. Ona baxırdım. Baxın, kimə baxırdım? Biz burada bu sözün obyekt məzmununda çıxış etdiyini görürük və biz bunu vasitəli tamamlıq olaraq təhlil edəcəyik. Yuxarıya baxırdım.
Haraya baxırdım. Baxın, burada məkan məzmunu var. Demək, bu yer zərfliyi olaraq çıxış edəcək, tamamlıq olaraq yox. Daha sonra, dəftərim dostumda qalıb, kimdə qalıb? Baxın, burada da obyekt məzmunu var. Demək, bu tamamlıq olaraq götürülməlidir. İşlərini evdə gör, harada gör. Biz bilirik ki, burada da yenə məkan məzmunu qorunub saxlanılıb. O səbəbə də biz məkan məzmunu bildirən anlayışları yer zərfliyi, digərlərini isə, yəni obyekt məzmunu bildirənləri isə vasitəli tamamlıq və yaxud vasitəsiz tamamlıq olaraq götürə bilərik.